Əgər bu dediklərimə əməl etsən, əmin ol ki, subh namazın daha qəzaya getməyəcək. Şam yeməyini gecənin əvvəlində yemək, tox qarnına yatmamaq, tez yatmaq, yatmamışdan öncə dəstəmaz almaq, yatmamışdan öncə Kəhf surəsinin sonuncu ayəsini oxumaq, digər namazları vaxtında qılmaq, yatmamışdan öncə niyyət etmək, günahlara görə tövbə etmək, Allahdan bağışlanma diləmək, bir neçə saat qurmaq, telefonu özünüzdən aralıda saxlayın və digərlərinə tapşırın ki, sizi subh namazına oyatsın, zəng etsin. Günahdan maksimum dərəcədə çəkinmək, haram məclislərə getməmək. Çünki haramın, günahın insanın mənəviyyatı üzərində təsiri var. Əgər subh namazın qəzaya gedirsə, əmin ol ki, həyatında, yaşam tərzində iman zəifliyi var. İmanın zəifliyib, həyatdan, namazdan, ibadətdən həzz ala bilmirsən. Çünki günah edirsən və günah səbəb olur ki, insanın mənəviyyatı zəifləsin. Mənəviyyat, iman zəiflənəndə də subh namazı qəzaya gedir. Əgər desələr ki, subh azanı vaxtı filan yerdə $100 verirsə, namaz qılan ol, qılmayan ol, ya yatmayacaq, ya əlindən gələni edəcək ki, həmin vaxtı oyansın və getsin o $100 alsın. Necə olur ki, yəni bizim üçün pul Allaha ibadət etməkdən daha üstündür. Allaha ibadət etmək arxa planda qalır. Yəni o qədər mənəviyyatımız, imanımız yüksək olsun ki, o ibadət üçün də əlimizdən gələni edək ki, qəzaya getməsin. Namazların qəzaya gedirsə, xüsusilə subh namazın qəzaya gedirsə, əmin ol ki, bir gün namaz səni tərk edəcək. Əgər istəyirsən subh namazın qəzaya getməsin, bunlara əməl et və 100% nəticə alarsan. Və əgər istəyirsən ki, digərləri də bu məlumatdan istifadə etsin, onda bunu da digərləri ilə paylaş.